Bismillah. Bürclərin 16-22 fevral aralığı həftəlik ən düz proqnozu. Qoç, enerji aktiv, amma düşünərək addım at. İş, pul, tələsik qərar vermə, plan qurmaq daha sərfəlidir. Sevgi, səmimi söhbət münasibəti yumuşaldacaq. Mesaj, daxili səsinə qulaq as. Buğa, enerji sabitlik axtarışı. İş, pul, maliyyədə ehtiyatlı ol, xərcləri planla. Sevgi, köhnə tanışlıq yenidən gündəmə gələ bilər. Mesaj, öz rahatlığını prioritet et. Əkizlər, enerji, ünsiyyət çoxalır. İş, pul, yeni ideyalar var, amma diqqəti dağıtma. Sevgi, sözlərinə diqqət et. Yanlış anlaşılma mümkündür. Mesaj, az danış, dəqiq danış. Xərçəng, enerji, həssaslıq artır. İş, pul, tələsmə, proses yavaş, amma sabitdir. Sevgi, romantik anlar mümkündür. Mesaj, özünə qayğı vacibdir. Şir, enerji, münasibətlərdə sınaq. İş, pul, ambisiyanı idarə et. Əməkdaşlıq daha faydalıdır. Sevgi, partnyorla açıq danışıq lazımdır. Mesaj, qürurunu biraz yumşalt. Qız, enerji, düzən qurmaq vaxtıdır. İş, pul, planlama və təşkilat sənə uğur gətirəcək. Sevgi, köhnə məsələ bağlana bilər. Mesaj, perfeksionizmi azalt. Tərəzi, enerji, münasibətlər ön plandadır. İş, pul, yeni layihə düşüncəsi yarana bilər. Sevgi, keçmişdən bir mövzu bağlanır. Mesaj, öz dəyərini unutma. Əqrəb, enerji, dərin düşüncə. İş, pul, ev və iş balansı vacibdir. Sevgi, həftə sonu romantika gözlənir. Mesaj, planlı ol. Ox atan, enerji, aktivlik artır. İş, pul, tələskən qərarlardan uzaq dur. Sevgi, açıq danışıq münasibəti gücləndirəcək. Mesaj, səbir qazanclıdır. Oğlaq, enerji, məsuliyyəti dövr. İş, pul, büdcəni qorumaq vacibdir. Sevgi, sabitlik axtarışı var. Mesaj, kiçik addımlar böyük nəticə verir. Dolça, enerji, dəyişiklik havası var. İş, pul, yeni ideya çıxa bilər. Sevgi, azadlıq ehtiyacı artır. Mesaj, özünü yenilə. Balıqlar, enerji, güclü intuisiya. İş, pul, yaradıcılıqdan qazanc gələ bilər. Sevgi, romantik enerji zirvədədir. Mesaj, ürəyinin səsini izlə. Həftənin ən şanslı bürcləri balıqlar, tərəzi, əqrəb. Pulda uğurludur. Oğlaq, buğa, sevgidə parlayanlar, balıqlar, xərçəng.